Salam. Gəlin birlikdə ingiliscə bədən üzvlərini öyrənək. Sürətli və əyləncəli olacaq. Gəlin işə bu çox sadə sualla başlayaq. Bu bizim bugünkü mövzumuzdur. Baxın, sual hər iki dildə belə görünür və səslənir. Tələffüzə xüsusi diqqət yetirin. Yaxşı, bəs cavab necə olmalıdır? Gəlin baxaq. İngiliscə çox sadə bir cümlədir. Burada ən maraqlısı tələffüzə kömək edən fonetik bələdçidir. Gəlin birlikdə deyək. Deməli, açar məqam saydır. 2 qulaq. Bu isə çox vacibdir. İndi isə gəlin bu qələbi başqa bədən üzvləri üçün də istifadə edək. Görək necə alınır. Buradakı oxşarlığa fikir verin. Cümlənin başlanğıcı, yəni I have hissəsi eyni qalır. Gəlin əvvəlcə əllər üçün olan ifadəyə baxaq, eyni ilə qulaqlar kimi təhlil edək. Yenə 2 rəqəmini görürük. 2 əl. Fikir verin, hands cəmdədir. Bu isə göstərir ki, cümlədəki detalları necə də asanlıqla dəyişmək olar. Baxın, burada rəqəm dəyişdi. Bir ağız. Sadə, amma çox vacib bir fərqdir. Yaxşı, gəlin öyrəndiklərimizə qısaca nəzər salaq və hamısını bir yerə yığaq. Gördüyünüz kimi, bədən üzvləri haqqında danışmaq üçün 3 əsas cümlə öyrəndik. Ən əsası odur ki, artıq öz cümlələrinizi qurmaq üçün əlinizdə bir qəlib var. Beləliklə, bu təməl biliklərlə görəsən növbəti dəfə hansı yeni cümlələri quracaqsınız?